Dostlar, gəldik çıxdıq Antwerpen şəhərinin ən məşhur meydanına. Bu meydanda bax bu cür gotik üslubda olan evlər, binalar və bu gildiyalarda ayrı-ayrı peşə sahiblərinə məxsus olan evlərdir. Yəni mən aynısı Grand Palace'da idi, buna bənzər. Amma bunun özəlliyi bundan ibarət ki, bax burada bunların şəhər icra hakimiyyətidir, ratuşa deyirlər gördüyünüz kimi. Və bu Brabant fontanıdır. Fontan, Brabant, yəni bilirsiniz kimin bu şəhərin adı ilə bağlıdır. Şəhərin adı Antwerpen, yəni Hand, əl, Verpen atmaq. Vaxtıyla deyilənlərə görə burada bir əzazil bir insan olub. Şelda çayı var burada. Şelda çayından keçənlərə və ona pul verməyənlərin əllərini kəsib atarmış. Və onun nəhayət ki, qabağına bir nəfər güclü Romalı əskər çıxır. Və bu səfər o Brabant dediyimiz bu heykəl onun həsr olunub. O onun özü həmin o əlini kəsir və atır çaya və ondan sonra da insanlar bu şəhərin adını qoyurlar Hand Verpen. Çox gözəl də meydandır və bunun da gördüyünüz kimi məşhur o kilsə də Müqəddəs Məryəm kilsəsi.